إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار وبعد Əziz müsəlmanlar, ən birinci özümü və sizləri Allahdan qorxmağa, təqvalı olmağa çağırıram. Təqvalı olmaq bütün əməllərin başıdır. Allah Azza və Cəllənin bizlərə əmridir. Allah Azza və Cəllə buyurur: وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ زَادِ التَّقْوَى Hazırlıq görün. Ən xeyirli hazırlıqsa təqva hazırlığıdır. Təqva azuqəsidir. Əziz müsəlmanlar, müminin, müsəlmanın qəlbini yumşaldan, ona dünyadan qoparan, ona axirət əməllərini sevdirən, onu axirətə hazırlayan ən xeyirli əməllərdən biri də onun ölümü xatırlamasıdır. Ölümü yada salmasıdır. Hər kəs bilməlidir ki, ölüm ona mütləq yetişəcəkdir. Ona mütləq gələcəkdir. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur: Kullu nəfsin zəiqatul mevt. Hər bir nəfs ölümü tadacaqdır. Eynəmə təkunu yudrikkumul mevt vələv kuntum fi burucin müşəyyədə. Harda olursanız olun, hətta hündür qalalarda olsanız belə ölüm sizə yetişəcəkdir. Ölümdən heç kəs qaçmamışdır. Ölümdən nə insanı, nə mal dövləti, nə nəsil nəcabəti, nə əlində olan qüvvəti, səltənəti, nə onun bildiyi elmlər, nə tibb heç nə onu qurtarmamışdır. Allahın göndərdiyi peyğəmbərlərə belə Allah Azza və Cəllə seçdiyi öz sevimli qulları olan rəsullarına belə ölümü yazmışdır. Adəm əleyhissalam 960 il yaşadıktan sonra o da vəfat etmişdir. Nuh əleyhissalam 950 ildən artıq yaşamasına rağmen yenə də Allah ona ölümü yazmışdır. Və bəşəriyyətin ən xeyirlisi Muhammed sallallahu aleyhi və səlləm Allah Azza və Cəllə onun da vəfat etməsini sağlığında ona xəbər vermişdir. İnnəkə meyyitu və innəhum meyyitun. Sən də öləcəksən, onlar da öləcəklər. Başqa bir ayədə Allah Teala buyurur ki: وَمَا جَعَلْنَا عَلَى بَشَرٍ مِنْ قَبْلِكَ الْخُلْدِ أَفَإِمْ مِتَّ فَهُمُ الْخَالِدُونَ Biz səndən öncə heç kəsə əbədilik yazmadıq. Əgər sən öləcəksənsə, onlar əbədi mi qalacaqdır? Ölüm hər kəsə yetişəcəkdir və ölümü insan mütləq dadacaqdır. Ona görə müsəlman o gün üçün, o ölüm anı üçün hazırlaşmalıdır. İnsanın bu dünyada həyatı ahirətə hazırlıq həyatıdır. Bu dünya insanın tarlasıdır. Nə əkərsənsə onu ahirətdə biçəcəksən. Ona görə insan daima ölümü yada salmalıdır. Həsən el-Basri rahimehullah deyir ki, kim ölümü daima xatırlayarsa Allah ona 3 nemət bəxş edər. Birincisi tövbəni tezləşdirər. İkincisi itayətdə fəallığı artar. Üçüncüsü də Allahın ona verdiyi ilə qəlbində razı qalar. Qəlb razılığı, qəlb qənaətçiliyi bəxş olunar. Kim ki ölümü xatırlamağı unudarsa, ölümü xatırlamazsa və yaxud onu xatırlamağı unudarsa,
Allah ona 3 cəza verər. Birincisi, tövbəni gecikdirər. İkincisi, ibadətlərdə səhlənkarlıq edər. Üçüncüsü də, Allah ona nə nemət verərsə versin, heç zaman razı qalmaz. Allah onun öz əlində olana razı qalmaz. Əslində bu bir cəzadır. İnsan üçün bir cəzadır. Nə qədər nemətləri verilsin, yenə də neynir? Narazı qalır. Niyə filan şeyim yoxdur deyə istəyir. Çünki bu insanın halına diqqətlə baxsaq görərik ki, ölümü, ahirəti xatırlamır. Əziz müsəlmanlar, Rasulullah sallallahu aleyhi və səlləm səhabələrinə daima bunu tövsiyə edərdi. Əksiru zikrə hədimil ləzzət. Ləzzətləri parça-parça edəni xatırlayın. Əl-mevt, ləzzətləri parça-parça edən, ölümü tez-tez xatırlayın deyirdi Rasulullah sallallahu aleyhi ve sellem. Çünki ölüm insanın ləzzətləri üzərində olduğu ləzzətləri parça-parça edir. Və Osman radiyallahu anhudan gəlir ki, Osman radiyallahu anhu qəbirlərin yanından keçdikdə bayılana qədər ağlayardı. Ölümü xatırlayıb ağlayardı. Ondan bunun səbəbini soruşduqda insanın qiyaməti buradan başlayır. Buradan xilas olan ahirətdə də xilas olar deyərdi. Əziz müsəlmanlar, ona görə də insan ahirəti üçün bu dünyada yaşadığı sürəcə hər anın qədrini bilərək o ahirəti üçün çalışmalıdır. Və bilməlidir ki, dünyada olan heç nə ona ahirət günü fayda verməyəcək. يَوْمَ لَا يَنْفَعُ مَالُ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. O gün nə mal dövlət, nə övladlar fayda verməyəcək. İnsana tək fayda verən, Rəbbinin huzuruna salamat qəlblə gəlməsi olacaq. Və salamat qəlblə gəlmək üçün insan nə etməlidir? Salamat qəlblə gəlmək üçün insan Allahın buyurduğu kimi yaşamalıdır. Allahın buyurduğu kimi ibadət etməlidir. Allah Azze və Cəllə sənə necə əmr edibsə, o şəkildə yaşa. Allah Azze və Cəllənin istədiyi kimi, öz nəfsin istədiyin kimi deyil. Allah Teala buyurur ki, وَاسْتَقِمْ كَمَا أُمِرْتَ. Sənə necə əmr olunursa, dini o şəkildə yaşa. Öz havana görə, öz istəyinə görə deyil, sənə əmr olunan kimi o şəkildə yaşaman lazımdır. Və kim ki dinini o şəkildə yaşayarsa, o üzərində ölmək də ona nəsib olar. Və onun gözəl xatimə ona nəsib olar. Çünki ən önəmli məsələlərdən biri insanın gözəl sonluğun ona nəsib olmasıdır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, İnnəməl ə'məlu bil xavatim. Əməllər sonluğuna görədir. Ən önəmli olan gözəl sonluqdur. İnsan da bunun üçün çalışmalıdır və gözəl sonluğun da səbəbləri var. Gözəl sonluğu insan əldə etmək üçün ən birincisi itayətdə, ibadətdə davamlı olmasıdır. Belə ki, itayətində, ibadətində davamlı olarsa, ölüm də onu yaxaladığı zaman onu itayət üzərində ona yetişmiş olar. O yüzden Allah Azze ve Celle buyurur ki, Ya eyyühellezine amenüttequllaha haqqa tuqatihi və la temutunna illa və antum muslimun. Ey iman gətirənlər, Allahdan lazımınca qorxun və yalnız müsəlman olaraq ölün. Yəni, iman üzərində, İslam üzərində davam edin ki, ölüm də sizi o üzərində yaxalasın. Yəni, günahlar üzərində sizə yaxalamasın. Əziz müsəlmanlar, gözəl xatimənin, gözəl sonluğun önəmi insana çoxdur. Kim ki, gözəl sonluq üzərində ölərsə, onun üzərində həşr olunar. Necə ki, sələflər buyurur ki, Mən aşə alə şeyin mətə aleyhi və mən mətə alə şeyin bu'isə aleyhi. Kim nə üzərində yaşayıbsa, o üzərində ölər. Kim nə üzərində ölübsə, qiyamət günü də onun üzərində həşr olunacaqdır. Əgər sən gözəl sonluq istəyirsənsə, həyatını gözəl şəkildə yaşa, Allahın sənə əmr etdiyi kimi yaşa ki, o gözəl sonluq sənə nəsib olsun. Və gözəl sonluğun əlamətləri var, əziz müsəlmanlar. Onlardan birincisi, insanın kəlmə-i şəhadət söyləyərək dünyadan köçməsidir. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, kimin son kəlməsi la iləhə illallah olarsa, cənnətə daxil olar. Və bu gözəl əlamətlərdən biridir. Həmçinin, əziz müsəlmanlar,
gözəl sonluğun əlamətlərindən biri də insanın cümə gününün gecəsi vəfat etməsidir və ya cümə günü vəfat etməsidir. Bu barədə də Rasulullah sallallahu aleyhi və səlləmdən hədislər varid olmuşdur. Həmçinin gözəl sonluğun əlamətlərindən, gözəl sonluğun işarətlərindən biri də insanın sərhəddə keşik çəkərək, müsəlmanların sərhədini qoyruyaraq o şəkildə ölməsidir. Və bu da gözəl sonluğun əlamətlərindəndir. Həmçinin gözəl sonluğun əlamətləri haqqında Rasulullah sallallahu aleyhi və səlləm bir çox hədislərində bəzi vəsiflər zikr etmişdir. Necə ki, dağıntılar altında qalanın ölümünün gözəl sonluq olması, həmçinin taundan ölənin gözəl sonluqda ölməsi, həmçinin suda boğularaq ölənin gözəl sonluqda ölməsi və həmçinin hamilə qadının doğuş anında ölməsi, bunlar əslində gözəl sonluqlar sayılır. Əziz müsəlmanlar, bütün bunların başı nədir? İnsanın tövhid üzərində ölməsi, kəlmə-i şəhadət gətirərək ölməsi və müsəlman bunu bilməsi ilə bərabər eyni zamanda bilməsi də lazımdır ki, bəzi sonluqlar var ki, onlar pis sonluqlardır. Bəzi insanların, Allah qorusun, baxırsan ki, həyatı pis sonluqla nəticələnir və səbəb də araşdırdıqda baxırsan ki, günahlar üzərində olmasıdır. Günahlar üzərində davam etməsidir ki, onun su'ul xatimə, həyatının pis sonluqla bitməsi ilə nəticələnir. Abdüləziz ibn Əbu Ravvad rahiməhullah deyir ki, bir kişinin ölüm yatağında ziyarətinə getdim. Və mən getdiyim zaman insanlar ona la iləhə illallah təlqin edirdilər. Yəni, la iləhə illallah dedizdirmək istəyirdilər. Və deyir, həmin kişinin son kəlməsi özünə kafir dedi və o şəkildə də canını tapşırdı. Subhanallah, baxın, həyatı boyu insanlar salih saydığı birisi olub. Zahirdə insanların gözünə əməli salih kimi görünüb. Lakin son kəlməsində özünə kafir deyərək o şəkildə ölür. Abdüləziz ibn Əbu Ravvad rahiməhullah o qissəni nəql etdikdən sonra deyərdi ki, günahları tərk edin. Onu o hala salan gizlində etdiyi günahlar idi. Gizlində edilən günahları tərk et. Rəbbinlə baş-başa qaldıqda etdiyin günahları tərk et. Asiliklərdən çəkin. Çünki onlar hamısı hesaba alınır. Onlar hamısı yazılır. Ağzından çıxan hər kəlməyə diqqət et. Mə yəlfəzu min qavlin illə lədeyhi raqibun atid. Tələffüz etdiyi hər kəlməni sağında və solunda yazan mələklər vardır. Əziz müsəlmanlar, ona görə müsəlman pis sonluqdan qorxmalıdır. Bir pis sonluğa aparan səbəblərdən çəkinməlidir, günahları tərk etməlidir. Və bunun üçün ən başlıca səbəblərdən tövhidi öyrənib, tövhidi yaşamaqdır, namazları qorumaqdır. Allah Azze və Cəllə buyurur ki, Hafizu aləs-salavat və-salatil-vusta. Namazlarınızı qoruyun, xüsusən də orta namazı. Allah Azze və Cəllə namazları qorumağı əmr edir. Namaz mümin üçün bir nurdur. Namaz mümin üçün bir qalxandır. Namaz mümin üçün, onun xilası üçün, onu Allahın əzabından, qəbir sıxıntısından və pis ölümdən qoruyan ən başlıca səbəblərdən biridir. Əziz müsəlmanlar, və müsəlman bilməsi gərəkən məsələlərdən biri də odur ki, axirət həyatına hazırlaşdığı zaman qəlbini heç zaman dünyaya bağlamamalıdır. Bilməlidir ki, o bu dünyada müsafirdir. Necə ki, Həsən el-Basri rahiməhullah buyurur ki, ey Adəm övladı, sən bu dünyada qonaqsan. Hər bir qonaq da gəldi gedərdi. Və səndə olan o can bir əmanətdir və əmanət də sahibinə qaytarılmalıdır. Və əmanət mütləq sahibinə qayıdacaq. Və bunu unutmasan, ona görə insan axirəti üçün çalışmalıdır. Və insan heç zaman qəlbi ilə dünyada sanki əbədi qalacaq şəkildə yaşamamalıdır. Allah Azze və Cəllə bizləri axirətimizi düşünüb, axirətimiz üçün əməl edənlərdən etsin. Aqulu həzəl qavl və əstəğfirullah li və ləkum min kulli zəm fəstəğfiruh innəhu huvəl qafurur rahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin.
نبينا محمد وعلى آله وأصحابه أجمعين وارض اللهم عن خلفاء الراشدين أبي بكر وعمر وعثمان وعلي وعن سائر أصحابه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين وبعد. Əziz müsəlmanlar, və bilmək lazımdır ki, insan üçün ən dəhşətli gün bu dünyada keçirdiyi sonuncu gündür. Bu dünyada bitirdiyi sonuncu gündür. Yəni, ölüm mələyinin ona gəldiyi və onun qəbrə qoyulduğu gündür. Və buna səkaratul mevt, ölümün bihuşluğu deyilir. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ. Ölüm bihuşluğu mütləq gələcəkdir. Və hər kəs bunu, ölümün şiddətini, ölüm anının dəhşətini hər kəs dadacaqdır. Bəşəriyyətin ən xeyirlisi Muhammed sallallahu aleyhi və səlləm bunu daddısa, İnsan bilməlidir ki, hər bir kəs ölüm bihuşluğunu, ölümün şiddətini dadacaqdır. Ayşə radiyallahu anhə rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm ölüm yatağında olarkən qabağına bir qabda su qoyulmuşdu. Tez-tez əlini suya salıb, alnına sürürdü və deyirdi ki, La iləhə illallah, innə lil mevti səkarat. La iləhə illallah, ölümün də bihuşluğu varmış. Subhanallah, deməli Rasulullah sallallahu aleyhi və səlləm bu şiddətli anı daddısa, kim bundan xilas olacaq? İnsan onu xatırlamalıdır, o günü xatırlamalıdır və bilməlidir ki, bu dünyada çalışdığı hər bir şey ona fayda verməyəcək. Topladığı mal varislərinə qalacaq, övlad, hər bir şey burada qalacaq. Ona qalan, onun salih əməlləri olacaqdır. Və əziz müsəlmanlar, İnsan vəfat etdikdən sonra onun üçün ilk vəhşət gecə, ilk tənhalıq gecəsi başlayır. Qəbir həyatında ilk tənhalıq gecəsini keçirir. Dünyada topladığı mal dövləti, içində ailə arasında yaşadığı ailəsini, bina etdiyi qəsrləri, sarayları buraxır. Qəbrində, zülmət qəbrində tək tənha əməli ilə baş-başa qalır. İnsan o günü xatırlamalıdır və bilməlidir ki, ona fayda verən Rəbbinin huzuruna getdikdə onunla qalan əməli olacaqdır. Rasulullah sallallahu aleyhi və səlləm hədisində buyurur ki, insan vəfat etdikdə onun cənazəsinin ardınca 3 şey gedər. Ailəsi, malı və əməli. Onlardan ikisi geri dönər. Ailəsi və mal dövləti geri dönər. Onunla qəbirdə qalan əməli olacaqdır. Və o əməl ona fayda verəcək. Əgər xeyir əməl sahibidirsə, nə xoş onun halına. Yox, şər əməl sahibidirsə, vay o insanın halına. Və əziz müsəlmanlar, qəbirlə bağlı bilməmiz gerəkən məsələlərdən biri də qəbir sıxıntısıdır. Qəbir sıxıntısını hər bir kəs dadacaqdır. Az da olsa, ani də olsa, hər bir kəs qəbirin sıxıntısını dadacaqdır. Və qəbir sıxıntısı başqa bir şeydir. Qəbir azabı başqa bir şeydir. Rasulullah sallallahu aleyhi və səlləm hədisində buyurur ki, qəbir sıxıntısından əgər xilas olan olsaydı, Səd ibn Muaz xilas olardı. Səd ibn Muaz kim idi? Ənsarların seyyidlərindən idi. Xəndək döyüşündən sonra şəhid olan, şəhid sahabə idi. O sahabə idi ki, 70.000 mələk onun cənazəsində iştirak etdi. O sahabə idi ki, Rasulullah sallallahu aleyhi və səlləm bizə xəbər verdi ki, Rəhmanın ərşi onun ölümünə titrədi. O sahabəni belə qəbir sıxdısa, bizim halımız necə olacaq? İnsan o günü xatırlamalıdır. Və insan qəbrə qoyulduqdan sonra, əziz müsəlmanlar, ona 2 mələk gələr. Nəkir və Münkər adlı 2 mələk gələr. Onu sorğu sual edər. Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? 3 sualı sorarlar. Mömin insan Allah Azze ve Celle'nin xəbər verdiyi kimi sabit qalar. Yusəbbitullahüllezine əmənu bil qavli səbiti fil həyatid dünya və fil əxirə. Allah iman gətirənləri sabit sözlə, yəni la iləhə illallahla bu dünyada da, ahirətdə də sabit edər. Allah Azze ve Celle o insanları, iman əhlini sabit edəcək. Necə ki onlar dünyada
bu dini yaşamışdılar. Onlar cevap verecekler. Diyecek ki Rabbim Allah'tır, dinim İslam'dır, Peygamberim Muhammed sallallahu aleyhi ve sellem'dir. Lakin münafık ve kafirse diyecek ki yani bilmirəm. Və yaxud deyəcək ki, insanlar nəsə deyirdi, mən də onlarla bərabər söyləyirdim. İman əhli üçün qəbri gözünün görəcəyi şəkildə genişlənəcəkdir və cənnətdən ona bir qapı açılacaq. Cənnətin qoxusundan, cənnətin havasından ona gecə gündüz gələcək. Lakin kafir üçünsə qəbir o şəkildə sıxacaq ki, qabırğaları bir-birinə gələcək şəkildə olacaq və sonra ona cəhənnəmdən bir qapı açılacaq, onun ateşindən onlar gələcək. Allah Azze ve Celle bu haqda buyurur ki, "Ən-nâru yu'radûne aleyhâ gudubən və aşiyyə." Cəhənnəm ateşi gecə və gündüz, səhər və axşam onlara ərz olunacaq. Ayədə qəsd Firon və onun ailəsi barədədir. Yəni qəbir həyatında səhər və axşam cəhənnəm ateşi qəbirlərində onlara ərz olunacaq. Ta ki qiyamətə qədər bu şəkildə davam edəcək. İnsan ani bir azaba dözə bilmir. Lakin qəbirində illərlə, aylarla, 10 illərlə, 100 illərlə, 1000 illərlə əzaba necə dözəcəkdir? Nədir? Dünya nemətləri üçün. Hansı ki o dünya ona fayda vermədi. Milyon sahibi də bir tikə çörək yeyir. Bir tikənin sahibi də bir tikə çörək yeyir. Lakin onun topladığı mal dövlət ona ahirətdə heç bir fayda vermədi. Əziz müsəlmanlar, ahirət həyatında insanın, qəbir həyatında insanın ən önəmli bilməsi məsələlərdən biri də odur ki, insan qəbir azabından özünü qorumalıdır. Qəbir azabından qoruyacaq ən başlıca səbəb insanın ixlasla Allaha ibadət etməsidir, tövhid üzərində yaşamasıdır. Və həmçinin qəbir əzabından insanı xilas edən səbəblərdən biri də namazlarını qorumasıdır, namazlarında mühafizəkar olmasıdır. Həmçinin yatmazdan öncə daima Mülk surəsini oxumasıdır. Həmçinin insanın hər cümə günü Kəhf surəsini oxumasıdır. Həmçinin qəbr azabından qoruyan səbəblərdən biri insanın günahları tərk etməsidir. Xüsusən də söz gəzdirməyi, nəmmamlıq etməyi tərk etməsidir. Rasulullah sallallahu aleyhi və səlləm bir gün iki qəbrin yanından keçir. Keçdiyi zaman deyir ki, İnnəhumə lə yuəzzəbən və mə yuəzzəbəni fi kəbir. Bu iki qəbrin sahibinə əzab olunur. Lakin bu onların əzab səbəbi onların böyük saydığı şeyə görə deyil. Yəni əslində böyük günahdır, lakin onların özü böyük saymazdılar. Əmmə əhəduhumə fəkənə yəmşi bin nəmimə və əmməl əxaru fəkənə lə yəstətiru minəl bəvl. Onlardan biri nəmmamlıq edərdi, insanların arasını vurmaq üçün söz gəzdirərdi. Digəri isə nəcasətdən, ayaq yoluna getdikdə nəcasətdən təmizlənməzdi. Bunlar, baxın, əziz müsəlmanlar, insanın qəbirdə əzab çəkməsinə səbəblərdəndir. Ona görə insan qəbir əzabına səbəb olan hər bir əməldən uzaq durmalıdır. Özünü qəbirdən artıq cənnəti qazanmağa çalışmalıdır və bilməlidir ki, onun ən birinci imarə edəcəyi ev qəbir həyatıdır. Xoş o insanların halına ki, o qəbirə daxil olmazdan öncə o qəbirini imarə edib, o qəbirini əməlləri ilə genişləndirib. Əziz müsəlmanlar, xatırlayaq ki, bizə fayda verən, Rəbbimizin huzurunda bizə tək fayda verən, Rəbbimizin rəhmətini qazandıracaq əməllərdir. Rəbbimizin rəhmətini, onun məğfirətini qazandıracaq əməllərdir. Ey dünyası, ey ticarəti, onu namazdan məşğul edənlər, ey ticarəti, ey qazançları, onu Qurandan məşğul edənlər, nə düşünürsünüz? Rəbbinizin huzurunda qazandığınız o mal dövlətin sizə faydası mı olacaq? O mal dövlətin sizə heç nə faydası olmayacaq. Əgər sən o var dövləti, o qazandığın xeyirləri, dünya xeyirlərini, ahirətini qazanmaq üçün, qəbirin üçün xərcləmədinsə, qəbirini imarə etmək üçün etmədinsə, Rəbbinin huzurunda olanda
nə edəcəksən? Ona görə, əziz müsəlmanlar, həqiqi mömin salih əməllərinə diqqət etsin, günahları tərk et. Xüsusən də xəlvətdə, gizlində olan günahları tərk et. Rəbbinlə baş-başa qalanda bütün günahlardan uzaq ol. Və Allaha bil ki, Rəhmanın ərşinin kölgəsində kölgələndirəcək ən xeyirli əməllər insanın gizlində ixlasla etdiyi əməllərdir. Necə ki, hədisdə gəlir onlardan biri barədə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Raculun zəkərallaha xaliyən fəfadat aynə. O kişi ki, gizlində, təklikdə Allahı zikr edər və gözündən yaş axıdar. Əziz müsəlmanlar, heç zaman Allahın zikrindən üz döndərmə. Allahın zikrindən üz döndərmək, Allahın zikrindən üz çevirmək həm bu dünya sıxıntısına, həm qəbir sıxıntısına səbəbdir. Allah Azze və Cəllə Quran-ı Kərimdə buyurur, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. O insan ki, mənim zikrimdən üz döndərər, ona bu dünyada da, qəbirdə də sıxıntılı bir həyat verərik. Bu dünyada sıxıntılı həyat yaşayar, qəbrində də qəbir onu sıxar. Və qiyamət günü də onu kör həşr edərik. Qalə Rabbi limə həşərtəni ə'mə və qad kuntu basira. Deyəcək ki, ya Rəbbi, mən ki dünyada görürdüm, məni niyə kör həşr etdin? Allah Azze və Cəllə ona nə deyir? Qalə kəzəlikə ətətkə əyətunə fənəsitəhə və kəzəlikəl yevmə tunsə. Allah Teala deyəcək ki, necə ki ayələrim sənə gəldiyin zaman sən onları unuttun, bugün də sən unudulursan. Allah Azze və Cəllə istəyirəm ki, bizi daimə ölümü, ahirəti xatırlayan qullarından eyləsin. Allah Azze və Cəllə istəyirəm ki, Allah Azze və Cəllə bizləri qəbir sıxıntısından, qəbir əzabından qorusun. Allah Azze və Cəllə istəyirəm ki, Allah Azze və Cəllə bizləri salih əməllər üzərində davamlı olanlardan etsin. Allah Azze və Cəllə bizləri tövbə edib, tövbələrimizdə sadiq olanlardan, tövbələrimizi nasuh şəkildə edənlərdən eləsin. Allah Azze və Cəllə xəstələrimizə şəfa versin. Allah Azze və Cəllə vəfat etmiş müsəlmanlara rəhmət eləsin. Allah Azze və Cəllə istəyirəm ki, Allah Azze və Cəllə millətimizə, xalqımıza hidayət versin. Bizləri də insanların hidayətinə səbəb olan xeyirli qullarına eləsin. İnna Allaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'izukum la'allakum tezekkerun. Fazkurullah yazkurukum ve eşkuruhu ala ni'amihi yazidkum ve la zikrullah ekber. Vallahu ya'lemu ma tasna'un.